Tamam yeganə. Sən mənə denə görüm. Bunların bədəni xaricdən nə ilə örtülüb? Ağ planarının. Deməli, xaricdən nəyə ötürü epitellə. Dərə əzəli hissəsi bir qatlı epitel. Xaricdən nə ilə örtüldür? Nələri var? Adlarından da görsən. Bəli, kiprikli qurlar sinfi deyildik zaten. Tamam. Bunlarda selik ifraz edən vəzlər varmı? Üstəlik ifraz edilən vəzlər bəli var, hüceyrələrdir. Aha, Vəzli hüceyrə. bəli. Başda nə yerləşəcək? Deməli, lamisə var, iki dənə də pigmentli gözlər var. Bir də başda düzdür. Tamam. Bədən orta Bir də hissəsində nə ağız yerləşir? var. Ağız başında Bəli, var. Bədənin orta hissəsində ağız. bəli. Tamam. Daxili orqanlar arasındakı boşluğu nə dolduracaq? Parenxima. Bəli. Hansı sistemlər ilk dəfə yaranmışdır? Deməli, hansı sistemlər yaranıb? İfrazat sistemi bunlarda yaranıb, sinir sistemi var, cinsiyyət, həzm, bir də ümumi iki tərəfli simmetri yastı qurtlarda yaranıb. Tamam. Tamam, aydındır. Neçə yumurtalıq, neçə toxumlu olacaq? İki yumurtalı var, çoxlu toxumlu, Tamam. Həzm sistemi nə ilə başlayacaq? ağızla, Bəli. Tamam. Ağız daha sonra nəyə keçid edəcək? ağız utlaqdısı. Bulağa daxil olan qida hara keçəcək sonra? E, Udlağa daxil olan hissədə ağızdır, utlaqdır, qida bağırsağa, Bəli. bağırsaq hissəyə bölünür. Aha. Neçə şaxə önə, neçə şaxə arxa idi? Biri qabağadır, ikisi dala. Aha, tamam. Bağırsaqların ucu necə qurtaracaq? Kör. Bəli. Tamam. Həzm olunan qida qabları bəs necə xaric olunacaq? Bunlarda anal dəyi olmadığına görə təzədən ağızdan xaric olmaz. Deməli, qida neçə istiqamətə hərəkət edəcək? 2. Bəli. Tamam. Gedib qapı. Tənəffüsü necə gedəcək? Bunların deməli, xüsusi tənəffüs orqanı bütün bədən səthinə. Bəli. İfrazat sistemi nə idi? Deməli, proteinefridlərdən ibarət idi, ulduz şəkilli hüceyrələr idi. Ha, Şaxələnirdi bütün bədən boyunca. tamam. Tamam. Sən mənə deyə sorucu qurdular sinifi. Kim aid idi? Sorucu qurtlara deməli qaraciyər sorucusu aiddir. Tamam. Üzərinə ilə örtüldür. Bunlar kirpikçisi olur, epitellə örtüldülər. Aha, tamam. Bunlarda hansı sormazlar olacaq? Bir qarın sormacı var, bir də ağız sormacı var. Hansı nəyə xidmət edəcək? Ağız sormacı həm yapışır, həm sormaya xidmət edir. Qarında yapışmaya. Tamam. Həzm sistemi. Ağız, deməli udlaq, iki dənə bağırsağı var, hər yeri bütün bədən şaxələnib. Bir də bunun da axırı kör tutarır. Çünki Nə ilə bunlarda hələ görə? anal deyil. Tamam. Bəli. Qan və qaraciyər hüceyrələr. Bəli. Tənəffüs sistemi. Tənəffüs sistemi, deməli, burada bu kimidir də, aklınlar kimidir, burada da yoxdur. Oksijensiz müddətdə anaerob tənəffüs edir. Bir də glikoliz prosesində həmin bundan yaranan enerjini, 200 kilojul enerjini qidalanır, istifadə edir. Bəli, kilojul enerjidən istifadə edəcəkdir. Tamam. İfrazat sistemi nə idi? Burada da elə proteinefridilərdir. Aha, tamam. Amma burada bədənin kənarlarında Sidik qovuqçuğuna, bəli, borucuqlar gəlib sidik qovucuğuna birləşəcəkdir. buradan da tək axar. Bəli. Tamam. Sinir sistemi. Bir cüt sinir düyünündən, bir də üç cüt olan var idi, hərəsi bir yerə gedirdi, elə bir şey. Bəli. Onlardan çıxan şalxalardan ibarət olacaq. Çoxalması. Qaraciyər sorucusu deməli, hermafroditdir. Tamam. Yəni yumurtalı 2 dənə toxumlu. Tamam. Necə, hansı halda yoluxacaq qaramalar? Yəni sist halında. Tamam. Qaramal otu yedi, üzərində sis halında belə deyək də yoluxdu qaramalar. Daha sonra nə baş verəcək? Sistanın üstündə
olan həmin təbəqə nədir adlanır? O Aha, əriyənsdir. O həmin o təbəqə əriyir mədəsində. Oradan da heç təzə sorucu çıxır. cavan sorucu çıxacaqdır. Tamam. Bu sorucu sonra hara keçəcək? Oracıya, oradan da təzədən geçkin fərdi. Bəli. Yumurta vasitəsi. Ay, sağ ol. Tamam. Ee, əsas sahib kimdir? Aralıq sahib kimdir burada? Aralıq sahib insandır, əsas sahib də qaramal. Aralıq sahib kim olacaq burada? İnsan. İnsan nə çaşdım? Neydi adı? Heyvan bir de ilbiz. Bəli. De görüm, sən. Deməli, yumurta formasında deyək ki, qaraciyərdə yumurta qoydu. Yumurtanın başına sonra nə iş gələcək? Hə, deməli ayrıntısını ki. Deməli bu yumurta axarla nə axardı? Deməli öd axarla bağırsağa gedəsidir. Aha. Oradan da nəcisdən xaric olasıdır. Deməli, bir qara malın ödü yoxdursa, deməli, bunun inkişafı Yoxsa- tamamlanmayacaq. Tamam? Bəli. Tamam. Sonra yumurtanın sonraki inkişafı üçün nə lazım olacaq? Deməli kirpikli sürfə olur. Kirpikli sürfədə düşür suya. Gedib bu şeyi tapır, araq sahibini tapmalıdır. Araq sahibi də bunun ilbizdir. Yəni ilbizi tapmasa yenə inkişafı tamamlana bilir. Heç nə gedir ilbizi tapır. Onun bədənində kirpikli sürfə, quyruqlu sürfə çevirir. Amma kirpikli sürfə qidalanmır. Aha. Sən mənə de görüm, ümumiyyətlə yumurta mərhələsindən sonra inkişafı üçün deməli nə lazım olur buna? Bu lazımdır. Bəli, su lazım olacaqdır. Tamam. Sürfə mərhələsində bunlar demək ki, həm də çoxala bilirdi. Bəli, amma qidalanmırdılar. Quyruqlu sürfə olanda araq sahibinin bədənində çoxalır. Aha. Tamam. Sən mənə de görüm, törətdiyi xəstəlik nə olacaq? Fasilyoz. Bəli, fasilyoz olmuş olacaqdır. Tamam. Hansı sürfəsi sormazlara sahib olacaq? Quyruqlu. Bəli, 2 dənə sormacı olmuş olacaqdır. Tamam. Və şəkilli qurdlar kim aid edir bura? Öküz solterinin etnokok. Tamam. Buna öküz solterinin nə qədər boğumu olurdu? Minə qədər. Tamam. Uzunluğu neçə metrə çatırdı? 4-10. Tamam. Bədəni hansı hissələrdən ibarət idi? Başsız, boyuncuq, boğum. Başda nə yerləşəcək? 4 dənə əzələli sorması yerləşir. Nəyə xidmət edəcək? Yapışmağa. Bəli. Tamam. De görüm nəyi? Bunlarda həzm sistemi varmı? Burada yox, reduksiyon. Tamam. Bəs qidanı necə sorcalı? Öz bədənində. Bağırsaqda olurlar. Narisli bağırsaqda olduğu üçün üstə qida hazır vəziyyətdə olur demək ki. Yəni Yəni bütün orada- bədən səthi ilə soracaq. Sorun. Tamam. Necə çoxalacaq bunlar? Heç nə yumurta qoymaqla çoxalır. Tamam. Deməli bir boğumda 175 min deyəsən yumurta olur. Aha. O da gün ərzində neçə qəribə rəqəmlər var. 5 milyona qədər yumurta qoyur. Sonra da nəsil növbələşməsindən davam edir həyatı. Tamam. Əsas sahibi tərk etmiş 2 qarmaqlı yumurta. Sonra nə Torpağa. olacaq? Torpağa Torpağa. düşür. Tamam. Sonra nə olacaq? İçinə gedib otun üstünə yapışır. Oradan da həmin qidalanan qaramal gəlir, yeyir otu. Oradan da gəlir qaramağa düşür. Qaramalın mədəsinə gedir. Orada alt qarmaqlı sövə çıxır. Aha. Mədən divarın deşib keçir digər orqanları keçir. Onlarda ziyan zad verir. Sonra noxud böyüklüyündə finneyi çevrilirdi. Tamam. Finnada da şeylər olur, qovluqçuqlar. Aha. Bir də maye. Onun içində deyəsən maye var idi. Bəli. Qara malda hansı xəstəlik yaratmış olacaq bu? Hinnoz. Tamam. İnsan yaxşı bişirilməmiş bu əti yeyəndə nə olur? Deməli, insan yeyir, həmin şeyin qurdun başlığından boyuncuğu çıxır. Tamam. Deməli bu qurdun ən yaşlı hissəsi hara olacaq? Başlıq və boyun. Boyuncuqla başlıq. Bəli. İnkişaf elədikcə bəs nə əmələ gələcək bu? Burada. Yeni buğumlar əmələ Ay, gəlir. sağ ol. Deməli ən cavan buğum hansı olacaq? Ən yaşlısı hansı olacaq? Bir şey başdan başlayır necə ən axırdakı ən yaşlı olmalıdır.
Ən axırdakı ən yaşlı olacaq. Altda. Bəli, boyuncuğa ən yaxın olan isə ən yeni doğum olmuş olacaq. Tamam. Deməli, qaramalda artıq armaqlı sürfə mərhələsi olduğuna görə biz buna deyəcəyik. Aralıq sahib, insanda isə yumurta qoyduğuna görə əsas sahib olacaq. Tamam. Əsas sahibi nə şəklində daxil olur, nə şəklində tərk edir. Əsas sahibi finlə girib yumurta çıxır. Aralığa da yumurta girir finlə çıxır. Necə yumurta? Necə yumurta? İki qarmaqlı. Neydi? Asta. Çıxarmaqlı yumurta şəklində daxil olub, finlə şəklində tərk edir. Tamam. Exnokokun əsas sahibi kim idi? Deməli, bu it, pişik, canavar kimilər? Yırtıcı heyvan. Aralıq sahibi də indi baxırlar, ola bilər, qaramal ola bilər, təsərrüfat heyvanları, insan da ola bilər. Tamam. Sən mənə de nəyi? Yumurtadan nə çıxacaq bunlarda? Bunlarda yumurtadan nə çıxastı? Burada da alt qarmaqlı sürfə. Aha. Bu nə edəcək yumurtadan çıxandan sonra? Ekstokokda gedir ağciyərə keçir. Ağciyərdən orqanlara gedir elə biçim. Ağciyərə həm də digər daxili orqanlara gətiriləcəkdir. Tamam. Bəs bunun finnasının içərisində hansı hissələri olmuş olacaq? Bədənin hansı hissələri? Çoxla boyunca. Ay, sağ ol. Tamam. Törətdiyi xəstəlik nə olacaq? Ekstokokoza idi desinlər. Tamam. Belə. İçərisindəki maye zəhərlidir deyə bilərik. Və Finna içərisindəki. Tamam. Saf qurdlar. Digər adı nə idi? dəqiqə deyəcəm. Bununla başlayan. Nematodlar. Aha. Nümayəndəsi kim idi? İnsan asqarıdır. Tamam. İnkişafını tamamlamaq üçün mütləq hansı mühitdə olmalı? Torpaqda da geohelmit olduğuna görə geoda torpaq deməkdir, torpağa getməli. Tamam. Biohelmit dediyimiz isə əsas və aralıq sahibi olan parazitlərdir. Texnikokla öküz sort edirik. Həmçinin qaraciyər sorusunu da biohelmit adlandıra bilərik. Tamam. Parazitlik etdiyi canlılar hansılar olacaq? Sapqırtların. Heyvandır, insan, bitki. Bəli. İnsan, heyvan və bitki olmuş olacaqdır. Bir görüm ilk dəfə bunlardan nə əmələ gəldi? İlk dəfə bunlardan əmələ gəldi. Bəli. Sellom neydi? Bədən boşluğu. Bir dənə maye ilə dolu bədən boşluğu. Tamam. Bəs həzm sistemində? Bəli, həzm sistemində isə anal dəlik. Bəli, tamam. Qida neçə istiqamətdə deməli hərəkət edəcək artıq? Anal dəlik varsa bir. Bəli. Yetkin halda harada yaşayacaq? Nazik bağırsaqdır. Tamam. Erkək böyük olar, yoxsa dişi? Erkəklər balaca olur, dişilər böyük olur. Tamam. Yapışma orqanları varmı? Yoxdur. Bədən örtüyü xaricdən nə ilə örtülür? Kolanın örtülür. Tamam. Nədir funksiyası kutkulanın? Xarici təsirlərdən qurtarır. Xarici təsir dediyim nədir? Bağırsağın həzm hüceyrələrinin təsirindən qoruyacaq. Tamam. Belə. Hansı əzələləri var bunun? 4 dənə say əzələsi var. Necədir bu? Enlədir, uzunladır, köndələndə nədir? Uzunlar. Burada enlə yoxdur. Bəli. Enlədə yoxdur, enlə tək uzunlar. Tamam. Deməli, sadəcə uzun əzələlərin vasitəsilə bədənin nə edəcək? Dalğavari uzadıb qısalda bilmədən bu şəkildə hərəkət edəcək. Tamam. Həzm sistemi? Neydi? Ön, orta, arxa bağırsaq var. Həzm vəzi yoxdur. Bir də dəqiqə, nə isə də var idi? Yadımdan çıxdı, anal dəlindən xaric olunur.
Bu hecdə. Bir də bədənin ucunda. Dodaqlı ağız. Bəli. Tamam. İfrazat sistemi. E, ifraz, yan ifrazat kanallarından ibarətdir. Hər tərəfdə bir iki dənə, yəni bir dənə birləşirlər bədənin ön hissəsində birləşirlər. Oradan da ifrazat dəliyinə xaric olurlar. Bəli, tək ifrazat dəliyi ilə xərcə çıxır. Tamam. Yetkin asqaret. Oksigen. Oksigensiz. Bəli, bəli. Anlıyorum. Tamam. Deməli buna nə deyəcəyik? Bunun maddələr mübadiləsisi hansı yolla gedəcək? Deyək ki, glikokalix. Glikoliz. Glikoliz ya glikokalix. Tamam, glikoliz yolu ilə baş verəcək. Tamam. Sürfələri bəs? Aerob. Tamam. Hiss orqanları varmı? Doğru. Hiss orqanı yoxdur. Amma bəzi hissi hüceyrələri olacaqdır. Tamam. Neçə yumurta, neçə toxumluq olacaq? Yumurtalıq, hər toxumluq. Tamam. Yeganə canlıdır ki, bunun dişi cinsi orqanlarının sayı erkək cinsi orqanların sayından çox olacaqdır. Dişi asqaret nə qədər yumurta qoya bilirdi gün ərzində? 100 minə qədər. 200 minə qədər olacaqdır. Tamam. Oksigen şəraitdə neçə həftədən sonra yumurtadan nə çıxacaq? 3 həftədən sonra mikroskopik ölçüdə olan sürfə. Tamam. Deməli, insana yoluxdu yumurta içərisində sürfə halında. Sonra nə olacaq? Nə işlə? Sürfədə nə bir çıxır asqarit. Bağırsağın divarını deşir. Oradan keçir qana. Qanla da gedir qaraciyərə, sonra gedir ürəyə, digər ağciyərə çoxalır orada. Yox, ağciyərdə çoxalma olmalı mı? Ağciyərlərdə nə olacaq? Ağciyərdə damarlar zədəliyəcək, yəqin alveollara gedəcək. Çoxlanıb beləsdir, öskürək gətirir. Burada neçə həftə ərzində inkişaf edəcək burada? 2 həftə. Tamam. Qıcıqlanma yaradıb öskürəcəyik, nə baş verəcək? Öskürürsən, sonra asqarit buradan nəfəs borusuna keçir. Tamam, sonra hara? Ağza gələsdir, nəfəs borusuna. Sonra təzədən uduruq yəqin biz onu. Təzədən bir keçir, bağırsağa düşür. Orada da təzədən normal cavan fərdi, yetkin fərdi serilir. Tamam, yetkin fərd yumurta qoyur. Belə. Sonra sən mənə de görüm, sürfə udulaqdan neçə dəfə keçəcək? 2 dəfə. Ay, sağ ol. Xəstəliyi nə idi bunun? Askaridiyoz. Tamam. Uşaq biz quyruğu hansı bağırsaqda yaşayır? Bu nazik bağırsaqdadır, amma də var, yoğunda da ola bilər. Tamam. Yumurtalarını hara qoyur? Anal dəliyin ətrafına. Tamam. Həlqəvi qurdlar. Soxulcan, azqıllı qurdlar sinifi. Bunlarda hansı əzələlər olacaq bədənlərdə? Uzundan həlqəvi ikisi də var bunlarda. Tamam. Dərilərində seri ifraz edən hüceyrələr varmı? Bəli. Tamam. Belə. Bunlarda hansı bədən boşluğu yarandı? Bunlarda ikinci bədən boşluğu selom. Selom yaranmış olacaqdır. Tamam. Selom divarları bədən hansı qat hüceyrələrindən əmələ gələr? Ekto, endo, yoxsa mezo? Mezodermadan. Bəli, mezodermadan əmələ gələcəkdir. Tamam. Sutka ərzində nə qədər torpaq keçirdirdi bədənindən? 0,5. Tamam. Həzm sistemi? Ağız, udlaq, qida borusu, çinədan, mədə, orta və arxa bağırsaq. Tamam. Qida harda həzm olunacaq? Bağırsaqda. Hansı bağırsaq? Bəli. Orta. Bəli, orta bağırsaq. Tənəffüs sistemi? Bütün bədən səthini. Tamam. Bunların qan damar sistemi? Qapalı qan damar sistemidir. İlk dəfə qapalı qan damar sistemi əmələ gəlmişdir. Tamam. Qan oksigen daşıyırmı? Bəli. Bəli, ona görə də qırmızı rəngdə olmuş olacaq, həmçinin hemoqlobin olmuş olacaq. Bəli. Tamam. Belə,
Deməli, qapalı qan damar olduğuna görə qan yalnız damarlarda hərəkət Damarlardan. edəcək. Biz artıq bunlarda hansı damarların adını çəkə bilərik? Kapillərlərin adını çəkə bilərik. Hansı damarların adını təkrar edək. Kapillərlərin adını artıq çəkə bilərik. Yəni bunlarda artıq kapillər damarlar var idi. Neçə damar birləşərək ürək rolunu oynayırdı bunlarda? 5-7. Tamam. Bədənin ön tərəfindən neçə boğumunda bel və qarın qan damarlarının bir-biri ilə əlaqəsi yox idi. 6 dənə. Tamam. Qanın əks istiqamətə axmasına mane olan nə idi? Dediyin işlərim. Qanın əks istiqamətdə axması. Buna mane olan nə idi? Damar. Bəli, belə bir damarlar yaranmışdı. İçərisində belə deyək də xüsusi qapaqlar var idi ki, neynəmirdi? Qanın geriyə axmasının qarşısını alırdı. Tamam, bir istiqamətdə hərəkətini təmin edəcəkdir. İfrazat sistemi Metanefridlərdən ibarətdir. tamam. Hərəsində bir cüt var. Hərəsi birindən o birisindən kənara çıxır elə bir ki. Tamam, növbəti boğumdan kənara açılacaq. Tamam. Sən mənə de görüm. Hər boğumda neçə dənə metanefridi var? 2. Bəli. Metanefrinlərin funksiyası nə olacaq? İfrazatda iştirak edir. Bəli, həmçinin su mübadiləsini tənzimləyəcəkdir. Hansı boğumlarda metanefridlər olmur deyilik? İlk 4-dən ilk son 4. Boğumunda metanefridlər olmayacaqdır. Tamam. Sinir sistemi necə idi? Deməli, hərəsində bir dənə sinir düyünü yerləşirdi. Deməli, düyünlü sinir sistemi var da. Vəssalam. Udlaq altı, udlaq üstü, bir də udlaq ətrafı sinir həlqəsi, bir də qarın sinir zəncirindən ibarətdir. Əla. Tamam. Qarın sinir zənciri düyünlərindən hara gedər sinirlər? Dəriyə. Dəriyə, əzələlərə və daxili orqanlara gedəcəkdir. Tamam. Çoxalması. Bunlar deməli hermafroditdirlər, amma çarpaz yoluna gedir. 2 cüt toxumluq, 1 cüt yumurtalıq. İki qabaqda bədənin ön hissəsində mufta deyib bir şey əmələ gəlir. Onun da içinə yumurta, soxulcan qabağa gələndə onun içərisinə yumurta qoyur. Sonra da xaric olanda həmin o selik nəmirdə çıxır da yumurtası yəqin ki. Nəyə çevrilir? O şeyə, nəsəyə dayanılıb baramaya. Tamam. Nə qədər yumurta olur hər baramada? Ya bir dənə, bir Baramadan nə çıxacaq? yumurta. Yumurta şeydə, cavan sorucu. Cavan sorucu nədir? Soxulcandan danışırıq. Nəyə çalışdım? Soxulcanlar çıxacaq. Cavan soxulcanlar çıxacaq. Tamam. Çoxqullu qurdlar sinifi. Nereid və Qumburdu. Tamam. İlk dəfə qəlsəmə kimdə yaranmışdı? Şeydən. Deyirəm, şaşın hansını. Qumqurdunda. Bəli. Hansı dövrdə? Hansı dövrdə? Qəlsəmə. Proterozoy. Bəli. Tamam. Nereidin neçə gözü olacaq? 4. Bəli. Zəli nə ilə qidalanacaq? Bədəndəki qanla. Bəli, qandan qidalanacaq. Tamam. Zəlidə hansı sormaslar var idi? Baş. Bir daha arxa tərəfdə arxa. Tamam. Baş sormacı nə edir? Yapışmaya xidmət. Yox, baş sormacı həm yapışır, həm sorur. Arxa sormaq təcə yapışır. Tamam. Keçək balıqlar. Suda, quruda yaşayanlar sinifi. Balıqlar sinifdirmi, yoxsa sinif üstüydürmü? Deməli, balıqlar sinifdirmi? Balıqlar sinif üstüydür. Çünki başı belə yazmışdı. Bunun sinifləri hansılar olacaq bəs? Qığırdaqlı balıqlar. Bir də, bəli. Tamam. Belə. Bunlarda ilk dəfə nələr əmələ gəldi deyirdik? Deməli,
Mürəkkəb hərəkəti, reflekslər, hiss, ilk dəfə, hətta bunlar da ölür. Daxili qulaq, hərəkətli çənə, cüt üzgəc, şey, sonra beyin şöbəsində beyin şöbəsi 5 dənə oldu. Bura qədər yəni 4 imiş. Yox, ümumiyyətlə yox idi bura qədər. Yox idi. Tamam. 5 şöbəli baş beyin əmələ gəlməsi, daxili qulaq əmələ gəlməsini dedik. İlk dəfə cüt üzgəclər, qabırğalar, hərəkətli çənələr dedik. Belə. Qırdalı balıqlar sinifində skelet deyəcək nədən təşkil olunub? Qığırdaqdan. Tamam. Qəlsəmə yarığı nə qədər olacaq? 5-7 cüt. Qəlsəmə qapaqları varmı? Yoxdur bunlarda. Üzmə qovuğu varmı? Bunlar da yoxdur. Dili balığı doğma varmı? Əksəriyyəti dili bağlı olur. Tamam. Hansı dəstələr var? Akulalar, skatlar, bir də şeylər, bütöv. Tamam. Akulalarda hansı hissiyat daha güclü inkişaf etmiş olur? Qoxu bilməz. Tamam. Ağız başın hansı hissəsində olacaq, birləşəcək? Tamam. Skatlarda hansı üzgəc, belə deyək, zəif inkişaf edir? Tamam. Hansı üzgəc genişlənib bədəni əhatə edir? Döş. Tamam. Belə. Bütöv başlar dəstəsinə kim aid idi? Avropa kimi. Tamam. Dərsi nə ilənsə örtüldü, yoxsa çılpaqdır? Çılpaq. Bəli. Qəlsəmə yarıqları nə ilə örtüldür? Dəri büküşlərini. Tamam. Sümüklü balıqlar sinifi çayxanı balığı. Bədən hansı hissələrdən ibarətdir? Bədən hansı hissələrdən ibarətdir? Baş, gövdə, quyruq. Tamam. Aralarında kəskin sərhəd varmı? Yoxdur. Tamam. Üzmədə əsas rol nə oynayacaq? Üzgəclər. Bəli. Üzgəcləri neçə cür olacaq? Təklə cütdür. Tamam. Təkrar hansılardır? Tək üzgəclər deməli beldir, quyruqdur, analdır. Aha. Döşlə qarında cütdür. Tamam. Dənədir, amma cütdür. Eyni oxşamış cürlər. Tamam. Sən mənə deyil nəyi? Başda nələr olacaq? Deməli, hərəkətli çənə var bunlarda. Aha. Göz var, bir cüt. Bir cüt qoxu dəliyi var. Tamam. Sonra biz heç nə yoxdur. Sən mənə deyil nəyi? Balıqların rəngi yerləşdiyi mühitdən asılıdırmı? Asıdır da, bəli. Dərisində selektiv əldə edən vəz varmı? Bəli. Tamam. Xanı balığın bel tərəfi, qarın tərəfi hansı rənglərdə var? Bel tərəfi tünd olur, qarın tərəfi açıq. Bəli. Tamam. Bu da onun yerləşdiyi mühitlə bağlıdır. Skeleti hansı hissələrdən ibarətdir? Gövdə, ətraf, kəllə. Tamam. Skeletində yalnız hansı növ sümüklər olacaq? Neydi? Yastıq. Bəli. Deməli, bunların uzun boylu sümükləri olmayacaqdır. Skeletin əsasını nə təşkil edir? 38, 42 fəqərə. Tamam. Onurğa hansı fəqərələrdən təşkil olunub? Deməli, gövdələ quyruq. Tamam. Gövdə fəqərələrin hər birinə nə birləşəcək? Bir cüt qabırğa. Tamam. Üzgəclərin skeleti bəs nədən ibarətdir? Sümük, üzgəc. Bir də şua. Neydi? Üzgəc şualar. Tamam. Hansı üzgəcləri daha yaxşı inkişaf edir? Bellə quyruq. Tamam. Hər bir fəqərə hansı hissələrdən ibarətdir? Deməli, neydi? Fəqərə cismi, Aha. yuxarı qövs, yuxarı çıxıntı, aşağı çıxıntı, amma aşağı qövsdən ibarət deyil. Tamam. Sən mənə denə görüm,
üst çıxıntılar bir-birinə birləşib nə əmələ gətirəcək? Boşluq. Nədir o xaric hissə? Qövs. Bəli, xüsusi bir dəlik şəklində kanal əmələ gəlir. Bundan nə Çox keçəcək? sinir şeylər keçsin da sinirlərdən. Onurğa beyni kanalı. Buradan da onurğa beyni keçəcəkdir. Yəni onurğa beyni burada yerləşəcək. Tamam, quyruq fəqərlərini aşağı qövslər birləşərək nə əmələ gətirir? Ə, dəliyi, orada bir dənə dəlik əmələ gətirir. Oradan da quyruq dəliyi venası. Bəli, bu Keçir. quyruqdan quyruq venası, bu dəlikdən quyruq venası keçəcəkdir. Üzgəçlərin skeleti hansı hissələrdən ibarətdir? Bir cüt kürək, bir cüt qarğa. Qurşaq hissəsi. Aha, bəs sərbəst hissə? Orada sümüklər. Aha. Yox, elə qurşaq tək üzgəclərin nəyi olmurdu deyirdik? Qurşağı olmur da. Yəni bu dediyim şey cütdə bellə, şeylə, döşlə quyruğa idi. Tamam, aydındır. Hansı əzələlər var? Enli zolaqlı. Tamam. Qəlsəmələrin hərəkətində bu əzələlərin rolu varmı? Qəlsəmə qapaqlarının hərəkəti. Tamam. Daxil orqanlarında bəs hansı əzələlər olacaq? Hayır. Bəli, həzm sistemi hansı hissələrdən ibarətdir? Ağız, udlaq, mədə, bağırsaq, Bu qida borusu hara getdi? qida borusu. Ağız, udlaq, qida borusu, mədə, bağırsaq, qaraciyər, mədə-altı vəz, bir də ki, anal dəlik. Tamam. Ağzında arxaya doğru çevrilmiş nələr olacaq? Diş, sildi. Bunlar nəyə xidmət edəcək? Qidanı çeynəməyə, tutub saxlamaya. Sadəcə tutub saxlamağa, çeynəməyə xidmət etməyəcək. Cibətdə. Qidanı necə udurdu? Bütöv. Ay, sağ ol. Üzmə qovuğu. Üzmə qovuğu nə idi? Deməli, içində qazlar olan nazik təbəqəli bağırsaq çıxıntısı. Tamam. Üzmə qovuğu həzm kiçildərək nə edir balıq? Suyu dərin qatlarına düşür. Tamam. Belə. Kimdə idi? Ömür boyu əlaqə qaldı. Çəkimlərdə. Bəli. Tənəffüsü. Deməli, 400 qəlsəməsi var bunun. Sağ və sol tərəfində yerləşir udlağın. Tamam. Bunlarda qəlsəmə qapağı var. Bəli, onların üstü qəlsəmə qapağı. Qəlsəmələr hansı hissələrdən ibarətdir? Göz, dişçik, bir də yarpaqlar. Tamam. Bəzən. Aha. Harda qazlar barəsi gedəcək? Bəli, yarpaqlarda qazlar barəsi gedəcəkdir. Tamam. Qəlsəmə dişçikləri hansı funksiyanı daşıyacaq? Hepkənin ağızdan daxil olmuş suyu süzür, qidanı tutub saxlayır. Tamam. Balıq ağzını açdıqda qəlsəmə qapaqları açılar yoxsa bağlanar? Ağzın açısında qəlsəm qapağı bağlanır, su dolur. Bəli. Tamam. Ağzını örtdükdə isə qəlsəmə qapağı açılacaq. Su xaricə çıxacaq. Deməli, burada balıq hansı iki prosesi eyni anda yerinə. Tənəffüs elədi, həm də qidalandı da. Tamam. Qan damar sistemi açıqdır, qapalı. Qapalı. Tamam. Qan damar sistemi nələrdən ibarətdir? Ürəklə damar. Tamam. Ürək neçə kameralıdır? 2. Nə hansılar? Bir qulaqçıq, bir mədəcik. Tamam. Ürək hansı nahiyədə yerləşəcək? Qarın. Ürək boşluğunda yalnız hansı qan olacaq? Venoz. Tamam. Ürəkdən çıxan damar nə adlanır? Aorta, qarın aortası. Tamam. Venoz qan ürəkdən hara vurulacaq? Qarın aortasına. Tamam. Oradan sonra. Qəlsəmə. Tamam. Qəlsəmələrə gətiriləcək. Tamam. Ürəyin özü nə ilə qidalanacaq? Beldəki arteriyadan. Bəli, bel arteriyasına ayrılan bir cüt arteriya ilə qidalanacaqdır. Belə.
Qəlsəmə gətirici arteriya nə qədər olacaq? 400. Bəs çıxarıcı? Bunda 400. Tamam. Ee, aydındır. Tənəffüs orqanında təmizləndikdən sonra deyəsəm ki, qan bilavasitə ürəyə qayıdır. Düz deyirəm, səhv deyirəm. Yox, bunlarda qayıtmır. Gedir bel, neydi? Bel aortasına. Aha, bel artasına Orada yığılır. arterial Tamam. dövrilir. İfrazat sistemi. Bir cüt qırmızımtıl lent şəkilli börək. Aha, tamam. Bunlarda sidik məhsulu nə olacaq? İlk sidik axarından sidik hissəsinə gedir. Bildim, sidik İki sidik axarından sidik hissəsinə gedir. məhsul, sidik məhsulu. İfrazat məhsulu nə olacaq? Amonyak olacaq da. Hə, Amonyak. bəli, bəli. Tamam. Belə. Bunlarda sidik hissəsi xüsusi bir axarı var. Xaricə açılır da. Bəli. Anal dəlikdən bir qədər arxada xaricə açılacaqdır. Sinir sistemi. Sinir sistemi deməli baş beyin, onurğa beyni, Aha. onlardan çıxan sinirlər. İndi bunun hansı periferik oldu, hansı mərkəzi oldu? Birinci onurğa beyindən baş beyin mərkəzidir. Çıxan sinirlərdə Aha. üst periferik. Tamam. Beyin neçə şöbədən ibarətdir? Beyin bunlarda 5. Hansılardır? Uzunsov, beyincik, aralıq, ön, orta. Tamam. Hansı hiss orqanları var? Bunlarda görmədir, eşitmə, qoxu bilmə, dad bilmə, yan xətt, lamsə. Tamam. Yan xətt nə funksiyanı daşıyacaq? Gücün hiss eləyir, suyun istiqamətini hiss eləyir. Tamam. Ön beyin nə mərkəz sağlar? Bəli. Buradan neçə sinir çıxır qoxu siniri? Bir cüt. Bəli. Uzunsov beyin. Deməli, sistem tənəffüs, həzm, eşitmə, yan xətt, Tamam. Sən mənə de beyincik müvazinət. və orta beyin. Orta beyin. Görmə. Tamam. Çoxalması necə olacaq? Ayrıca şəhətdir. Maylama daxildir, xarici? Daxili. Daxil olar səncə? Xaricdir. Xarici. Kürünü çörə tökəcək, o da gedib kürünü mayaldadır. İnkişafı da deməli nədir? Xarici olmuş olacaqdır. Tamam. Hansı balıqlar idi daxili mayalanma baş verirdi, diri bala doğurdu? Akulaların çoxu, hambuziya, bir də dəniz, neydi, xansı. Ay, sağ ol. Tamam. Mayalanmış kürüdən nə çıxacaq? Sürfə, Nəyə sahib idi sürfələr? sarılıq, Sarılıq nəyə xidmət edirdi? qidalandırmaya. Bəli. Burada bitəndən sonra artıq keçirdi nəyə? Müstəqil qidalanmaya. Tamam. Pəncəsüzgəsi balıqlar. İlk nümayəndələri hansı dövrdə əmələ gəlib? Şurasını fikirləşmə. Devam. Tamam. Müasir dövrdə yaşayan yeganə növü nə idi bunun? Deyəcəm. Neydi? Latmeriya. Yox. Latmeriya. 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 Tamam. Belə. Qızıl balıq kimlərdə? Nə kimi xüsusiyyətlər var idi bunlarda? Qızıl balığı idi, fareli idi, keta qormuşa. Bunlar aid idi. Yırtıcıdılar, qızıl balıq kimlər. Bunların quyruq hissəsində nə yerləşəcək? Bəli. Quyruq hissəsində. Bunun hissəsinə yenə yerləşdik. Pi, yox. Bəli, pi üzgəci. Tamam, pi üzgəcinin olması deməli bu dəstə üçün xarakterik olacaqdır.
Çoxalma zamanı bəs erkəklərdə nə baş verəcək? Erdoğan qardaşır. Bəli. Nə qəribə heyvanlardır onlar. Kimdə idi? Yan xətt orqanı xaricdən nəzərə çarpmırdı? Yəni kimilərdə. Bəli. Başlarında nə yox idi bunların? Başlarında nə yox idi? Nə deyirlər balanslı? Pulcuq. Pulcuq. Bəli, pulcuq örtüyü olmayacaqdır. Nəsil qarşısına qalma varmı? Düşünməliyim. Məncə yox. Yoxdur. Çünki bunlar nə edir? Çoxlu sayda kürü tökürdülər ki, zaten bu məhv olsa da müəyyən bir hissəsini neynəsin? İnkişaf edərək fərdlərə başlanğıc verə bilsin. Tamam. Belə. Bir də vermişdim, suda qurda yaşayanlar, sürünənlər. Zətlər də var idi. Molluslarla, onlar sadəcə beləmişdim. Yadımda da öyle. Onları eləmişdik. Elə. Tamam. Sən mənə de, nə ye? Of. Şey də var, bir dənəsi də var idi. Bu Ha. neştərsiz bad olan. Ha, onu vermişdim. Bəli, sual cavabını eləməmişdim, eləmi? Hayır. Elə bunların hamısı bir yerdə verilmiş. Skordalılar idi, suda qurda yaşayanlar. Bunlar hamısı bir yerdə. Mən nə əcəb bu qədər çox vermişəm? Keçən dəfə bir dənə problem oldu ki, biz 11 dənə sınağa baxdıq. Aha. Ona görə çatmadı. Bir də birisi əvvəlki mövzu. Bu da molluslar da sual cavab elədi. Ona görə. Ha, tamam. Xordallar tipi. İlk dəfə hansı dövrdə əmələ gəlib? Hansı erada? Proterozoy. Tamam. Bunlarda bədənlərində iki tərəfli simmetriya varmı? Tərəfli simmetriya bunlarda bəli. Aha. Xorda kimdə ömrü boyu qalırdı dedik? Şeylərdə, ibtidailərdə. Ay, sağ ol. Alilərində isə nə edirdi? Onurğa ilə əvəz olunurdu. Tamam. Və sürüşəsi xordallarda xorda yalnız hansı mərhələdə olurdu? Yəni sürfədə. Elə sürfə mərhələsində olacaqdır. Bəli. Bəs ali onurğalarda xorda nə zaman olur? Düşeyimdə. Bəli, rüşeyin mərhələsində olmuş olacaqdır. Sinir sistemi nə şəkillidir? Doğru şəkildir. Bəli. Tamam. Həzm sistemi ağızla başlayıb nə ilə bitəcək? Anal dayına. Bəli. Tamam. Qan damar sistemi açıqdır, qapalı. Qapalı. Xordallar tipi neçə yarım tipə bölünür? Sürfəs xordallılar, kəlləsizlər, biri kəlləlilər. Tamam. Kəlləsizlər yarım tipinə kim aiddir? Neştərsə baş xordal. Kəlləsizlər yarım tipdir, baş xordallar sinfi. Bəli. Nə? Ekstərsə. Bəli, tamam. Dərsi neçə qatdan ibarətdir? Dərsi sıfatdan ibarətdir. Bir dəqiqə, 2 təhqiqatlı epitermis, bir də əsillər. Bəli. Hansı üzgəcləri olmayacaq? Üst üzgəcləri yoxdur. Tamam. Bel, quyruq və quyruqaltı üzgəcləri nə əmələ gətirəcək? Onlarda şey yerləşir, anal dəlik. Deyirəm, Ön tərəfində. nə əmələ gətirəcək bunu? Bu üzgəcləri nə əmələ gətirir? Bilmirəm bunu. Dəri pərdə uzanaraq nəyə əmələ gətirirdi? Bel, quyruq və quyruqaltı üzgəcləri əmələ gətirirdi. Tamam. Qəlsəmələr xaricdən görünərmi? Qəlsəmələr xaricdən görünərmi? Yox. Bəli, görünməyəcək. Yüz cəhəti görünmür da. Sönürdü ya. Fikirləşdim çoxdur. Necə görünər zaten. Tamam. Ağız ətrafı nə ilə əhatələnmişdir? Nələr var idi bunlarda? Ağzın ətrafı deməli ümumiyyətlə ağzın ətrafı qıfdır da. Kirpiklərlə. Yəni lamsa çıxıntıları ilə əhatələnmiş olacaq. Tamam.
Belə. Ağız qıfa ətrafında neçə cüt lamsa çıxıntısı olar bunlardan? 10-20. Mədəsi varmı? Yoxdur. Tamam. Tənəffüs sistemi. Nə qədər qəz? Yarısından yararlar 100 cüt. Tamam. Ee, ifrazat sistemi. Hə, şeydir də, elə həlqə qurtlarda olan kimidir. Böyrəkdə yoxdur. Bəli. Qan damar sistemi. Qapalıdır. Ürəyi var. Ürək yox. Yoxdur. Tamam. Neçə əsas damarı olacaq bunun? Arteriya, kapilyar, vena. 2 dənə əsas damar var. Arteriya, vena və kapillyarlar var. Bu heç. 2 dənə əsas damar var. Bel və qarın qan damarı. Damarlar. Tamam. Quruqaltı vena ilə qan hansı istiqamətdə gedər? Önə, yoxsa arxaya? Bəli, Quyruqaltı vena ilə qan bədənin hansı istiqamətinə hərəkət edir? Tamam. Ee, önə gələcək. Bu hara gələcək? Önə doğru. şey də, dərsəməyə. Bəli. Qəsəməyə gətirəcəkdir. Tamam. Hiss orqanı varmı? Bunların hiss orqanı yoxdur, amma bunlarda şey var. Qorxu çökəkliyi var ki, o suyun tərkibini hiss edə bilir. Tamam. Çoxalması ayrı cinsiyyətlidir yoxsa hermafroditdir? Ayrı cinsiyyətlidir. Tamam. Mayalamış yumurtadan nə çıxacaq? Enişdəcə. Mayalamış yumurtadan Sülfər. Sülfər çıxır, sülfər. tamam. Sonra yetkin paylaşacaq, çevriləcək. Kim idi bunu mollusklara aid edən? Bir dəqiqə. Pallas, Simon Pallas. Tamam. Kim çevirdi xordallara aid elədi? Kovalevski. Kovalevski, bəli. Kovalevski. Konfet adına oxşuyur. Bu nə addır? Tamam. Deməli, balıqları da sual cavab etdik. Keçək suda qurda yaşayanlara. Ha, suda qurda yaşayanların neçə dəstəsi var idi? Deməli, Stokkurda yaşayanların dəstə olaraq oran düşürəcəm. Deməli, 3 dənədir da sinifin 3 dənə dəstəsi var. Quyruqlar, quyruqsuzlar, ayaqsızlar. Tamam. Buna həm də nə deyirdik suda qurda yaşayanlara? Tiplər, ikili həyat, qarınlı. Tamam. Hansı dövrdə yaranacaq? Devon. Hansı erada? Yaxşı aldım. Devon dövrü. Paleozoy erasının Devon dövründə. Bəli. Tamam. Kimdən başlanğıc götürəcək? Onurğalılar, quru. Pəncəsi üzgəcli balıqlardan. Tamam. İlk quru onurğalılarıdır deyə bilərəm buna. Mən onu deyəcəkdim. Elə bilim onlardan başlanğıc götürüm. Tamam. Hansı aromorfozlara rast gəlinəcək bunda? Deməli, fikirləşmə. Çox şey var idi orada. Təbil pərdəsi, orta qulaq, ağız yer tənəffüsü, üst göz qapağı, 5 barmaqlı quru ətraflar, boylu sümüklər, 2 qan dövranı, boyun fəqərəsi, döş sümükdə körpüzü sümükləri. Bir də Bir şey, qulaq kastı. Tamam. Belə. Ön ətrafların hər birində neçə barmaq var? Öndə 4, arxada 4-4-8, arxada 5-5-10. Tamam. Barmaqların ucunda caynaq var deyərik, yoxsa? Bunlarda caynaq yoxdur. Bəli, yoxdur. Tamam. Barmaqların arasında nə var idi? Arxada. Sıra pərdəsi 8 dənə. Tamam. Skelet hansı hissələrdən ibarətdir? Kəllə, gövdə, arxa ətraflar. Tamam. Onurğa sütunu neçə bir dənə 1 boyun, 7 gövdə, 7 gövdə, 1 oma fəqərəsi. Bunlar fəqərələrdir, bir dənə də sümükdən ibarətdir. Quyruq sümük. deməli 7 gövdə dediyimiz nədir? Döş və bel gövbəsi. Tamam. 1 oma fəqərəsi cəmi oxşum oldu nə? 9 dənə fəqərə. Bir dənə də quyruq sümüyü. Tamam.
Sən mənə de, yox ətrafın qurşağı neçə növ, neçə sümük olacaq. 4 növ 7 sümük. Tamam, 4 2 kürək, 2 qarğa, 1 döş. tamam. Arxa ətraf qurşağı hansı sümükdən ibarətdir? Arxa ətraf bir dənə çanaq, bir cüt çanaqdır. Sərbəsti də bud, baldır, pəncə. Tamam, həzm sistemi. Ağız otlaq qida borusu, mədə, bağırsaq, bir də kloaka. Aha, kloakaya hansı sistemlər açılacaq? İfrazat, cinsiyyət. Bəli. Bunlarda mədə-altı və qaraciyər varmı? Var. Bəli. Tənəffüsü necə gedirdi? Ağız yer. Yetkin. Amma sırf balıq olanda, yəni balıq oxşarlığı olduğuna görə qəlsəmə. Ümumiyyətlə bunlarda dəri tənəffüsü də var Var, ki, dəri elə tənəffüslərində də ölürlər. əsas elə tənəffüs bunlarda dəri tənəffüsü idi. Tamam. Su mühitində qurbağa necə tənəffüs edəcək? Qəlsəmən o. Ha, bu qurbağanın qəlsəməsi də varmış, biz bilmirmişik. Qəlsəmə var qurbağada. Qəlsəmə yoxdur. Su mühitində heç nə. Dəri. Dəri tənəffüsü edəcəkdir, bəli. Quruda olduğu zaman, Gəl. bəli, quruda olduğu zaman isə nə edirdi? Ağzıyar tənəffüsü də fəaliyyətə keçirdi. Tamam. Və bunlarda döş qəfəsi yox idi. Tənəffüs aktın nəyin sayəsində baş verəcək? Onu dəfə. Orada bir dənə qurbağada belə boşluq kimi dəri hissəsi var. Aha, Oraya gəlirlər da onunla. Deyirlər, onun altında zat var, aşağıya dartılırdı o. Bu Dəri. sayədə nə edirdi? Tənəffüs prosesi gedirdi. Sürfəsi dedik, qəlsəmələrlə tənəffüs edir. Tamam. Qan damar sistemi. Demək, 2 dənə qan dövranı var ümumiyyətlə. Böyük, kiçik, 2 qulaqcıq, bir məddəci, 3 kameralı ürək. Bu qan dövranı nə zaman iki qan dövranından bir qan dövranına keçər? Bilmirəm. Bir sürfə olanda bir qan dövranına keçəcək. Çünki sadəcə iki kameralı ürəyə sahib olacaq. Bəli, bir qulaqcıq, bir mədədir. Bir də əgər ki, sadəcə suda olub dəri tənəffüsü edərsə, nə edəcək? Bir qan dövranına sahib olacaq. Tamam. Hə. Tamam. Bizə dəqiqə yeganə. Hə. Belə. Dedik, bir sürfə mərhələsində bir də nədir? Sadəcə dəri tənəffüsü edən zaman. Çünki biz böyük qan dövranı, kiçik qan dövranı, ümumiyyətlə qan dövranında kiçik qan dövranını nəyə görə qan dövranı olaraq adlandırırdıq? Qan gedib əgər ağciyərlərdə təmizlənib, yenidən birbaşa ürəyə qayıdırsa, biz buna artıq qan dövranı kimi baxa bilirdik. Və bu nə olurdu? Kiçik qan dövranımız olurdu. Dəri tənəffüsündə isə bu belə bir şey baş vermirdi. Gedirdi qan dəridə oksigenlə zənginləşirdi və bütün bədənə nə edirdi? Paylanırdı. Ona görə də biz buna qan dövranı kimi baxa bilmirik. Nə zaman? Dəri tənəffüs etdiyi zaman. Bir də sürfə olduğu zaman. Sürfə olduğu zaman isə ürəyin iki kameralı olmasından qaynaqlanırdı ki, bir qan dövranına sahib olurdu. Tamam. Qurbağada arterial qan hara gedəcək? Arterial qanalara keçsək, orqanlara. Başa. Arterial qan sadəcə başa gedər. Oksigen qərizə idi. Qarışıq qan hara gedəcək? Onu deyəsən bilmirəm. Bədənə. Bax, qurbağanın bir... Orqanlara, toxunma və orqanlara. Bəli, iki qulaqcıq, bir mədəcik ki var idi. Bu qulaqcıqlardan artıq mədəciyə keçən zaman qan neyinirdi? Qarışırdı da. Qan qarışırdı, artıq burada bəzi mədəcikdə olan cibciklər ki var idi. Onun içərisində həmin bu arterial qan neyinirdi? Toplanırdı. Ki bu imenli baş üçün ayrılmış qan idi. Yəni tərtəmiz qan getməlidir beyinə.
Yerdə qalan hissəsi isə nə edirdi? Başlayırdı qarışıq qan şəklində bədənə paylanmağa. Bəs venoz qan hara gedər? Ağciyər. Bəli, ağciyərə gedəcəkdir. Tamam. İfrazat sistemi. Börək bir cüt, bir də bir cüt sidik axarı, sidik kisəsi, Aha. iki paylı sidik tək sidik İki paylı tək olan sidik hissəsinə sahib olacaq. Sidik axarları hara açılacaq? blokaya. Bəli. Hansı beyni daha yaxşı inkişaf eləyib balığa nisbətən? Ön beyin. Bəli. Tamam. Eşitmə orqanı neçə şöbədən ibarət olacaq? Eşitmə orqanı neçə şöbədən ibarət olacaq? İki, daxili, orta. Bəli. Orta qulaq xaricdən nə ilə örtüləcək? Təbil pərdəsinə. Ay, sağ ol. Tamam. Burun dəlikləri neçə funksiyanı daşıyacaq? Qoxu bilmə tənəffüs. Deməli, həm qoxunmanı, həm də tənəffüsü yerinə yetirəcək. Tamam. Bədən temperaturu sabitdir, yoxsa? Bu arada bədən temperaturu sabit dövrdə ayırdı. Bəli, ətraf mühitdən asılı olacaqdır. Məsəl üçün, bir qurbağanı qoymuşsan, xaricdə temperaturu əgər 20 dərəcədirsə, avtomatik qurbağanın bədən temperaturu nə edəcək? Gəlib düşəcək həmin temperatura. Sonra, səs çıxarma orqanı nə adlanırdı bunlarda? Rezonans. Nə üçün idi bu? Erkəklər dişləri cəzbələmək üçün istifadə edir. Tamam. Neçə ayından sonra metamorfoz keçirib qurbağaya çevriləcək? Bəli, 2-3. İnkişafı düzünədir, dolayı. Sifir var da burada, dolayı. Bəli, dolayı olacaqdır. Kimdə idi yaz fəslində dəri tənəffüsünü artıran daraqlar inkişaf edirdi? Tirit neydi? Yok bir dakika. Triton da öyledir. Aha, Yok, adı Triton. ha, Ha, kuyruklular dəstəsi. aha, tamam. Sayın nömrələrlə. Adi Triton, daraqlı Triton, Karolin Tritonu, sil salamandırı, protey. Kimin gözü yox idi bunlardan? Protey mağarada yaşıyordu, karanlığa Aha. ehtiyacı çok uzaqdı. Tamam. Bunlarda qəlsəmə ömür boyu qalar, yoxsa çevrilər başqa bir şeyə? Qalır da bütün ömür boyu. Bəli, bütün ömür boyu qalacaqdır. Tamam. Hansı idi zəhərli olan? Salamandır. Bəli. Hansı qurbağa idi deyirdik, ağciyərləri daha yaxşı inkişaf eləmişdir? Quru qurbağası. Bəli, quru qurbağalar. Barmaqların ucları eniləşib nəyə çevrilib? Çoğurmat. Bəli. Bu da onu səthin üzərində düz durmağa kömək edirdi. Tamam. Bu da belə. Keçək sürünənlərə. Yorulmamsan? Heç qəti. Leşin çıxıb, nə yorulmaz? Çənən ağrıyır, Allah bilir cavab verməkdən. Deyirəm, bunda oxumaq da qədər çətindir öyle. Suallar oxumaq daha çətindir. Cavab vermək daha çətin olur da. Oxumağa nə var? Da oxudun, çıxdın, getdin. Sürünənlər sinfi hansı dövrdə yaranmışdır? Paleozoy, daş kömür. Tamam. Paleozoy erasının daş kömür dövründə. Tamam, kimdən başlanğıc götürür? Amfibilərdən. İlk sürünənlər nə adlanırdı? Kataliazavr. Aha. Bunların mayalanması necə idi artıq? Daxili. Tamam. Nə ilə çoxalırlar? Nə ilə çoxalırdılar? Yumurta. Bəli, yumurta qoymaqla çoxalırlar. Döş qəfəsi varmı? Var bən. Amma şeydə yox idi, ilanla qurbağada.
Aha. Deməli, bunlarda normal halda nədir? Döş sümüyü artıq yuxarı ətrafın bu şəxsəsinə aid olmayacaq. Nəyə aid olacaq? Döş qəfəsinə aid olacaqdır. Tamam. Hə. Tamam. Ağciyərlərində daha yaxşı inkişaf getmişdir. Ağciyər tənəffüsü əmələ gəlmişdir. Sonra bunların barmaqlarının ucunda nə əmələ gəlib? Qaynaq. Caynaqlar əmələ gəlmişdir. Tamam. Ürək neçə kameralı olub bunlarda? Bunlarda 3 kameralı da 3 kameralı, bəli. Bəs kimdə idi? Tam ara kəsmə idi. timsah. Hansı dövrdə? Mezozoik yox. Hətta mezozoik dönür. Trias. Triasın əvvəli, sonra arxası, yoxsa Daha qədər dəqiq bilmirəm. Triasın sonlarında? Yadında saxla. Triasın əvvəlində ilk məməliləri yaranmışdı. Və quşlardan və həmin bu timsahdan daha öncə yarandığına görə artıq biz məməlilər üçün deyirik 4 kameralı ürəyin ilk dəfə yaranmasını. Tamam. Sonra çoxalması su mühitindən asılıdırmı? Bunlarda mən Bəli. asdı. Bunlar sudan nə əlaqəsi var? Suda çoxdur. Tamam. Dərilərində vəzlər varmı? Bu vəzsiz olur. Bunların bədəni quru olur. Bəli. Tamam. Zolaqlı kərtənkələ. Sən mənə denən nəyi? Skeleti hansı hissələrdən ibarətdir? Deməli, skeleti yəni eyni şəkildə yuxarı ətraf, aşağı ətrafdan ibarətdir. Deməli, ümumi hamısını sayanda. Kəllə gövdə ətraflarının skeletinə aiddir. Kəkəllərin skeleti beyin qutusundan visceraldan ibarətdir. Sonra gövdə onurğanan şeydən döş qəfəsinin sümüklərindən ibarətdir. Onurğa sütunu bəs. Boyun, döş, bel, omaq, burada quyruq da var. Boyun fəqərəsi neçə fəqərədir? Şöbəsi. 8, 8 fəqərə. Qurbağada neçə idi deyirdik? 9. Yox, 1, 7, 1. Qurbağada boyun fəqərəsi nə qədər idi yeganə? Qurbağada boyun fəqərəsinin hissəsi idi. Bunu soruşmadı, elə bir 7-dən dönür. Yox. Yox, dəqiqə. Bir dənə onurğada boyun fəqərəsi 1, 7, 1 xatırlayıram. Mən bir dəfə elədim 9-dan. Bu ümumi idi. Bəs boyun fəqərəsinin sayı nə qədər idi? Bir dənə omaq, 7, bir dənə. Ya 2 dənə rəqəm var. Orada ya 7-dir ya 1. 7-ni demədim, 4-ü deməli bir dənədir. Yeganə. Qurbağada boyun fəqərəsinin sayı. Boyun fəqərəsi var qurbağanın ümumiyyətlə sualı belə deyək. Varsa məncə ya 7-dir ya 1. Yeganə bir dənə boyun fəqərəsi var. Hı. Özünü mənə öldürtmə. Dedim daha bir dənə. 1, 7, 1 deyəndə onu nəzərdə tutur. 1, 7, 1 nədir? 1, 7, 1 toplayanda 9 edir. Yəni də sıranın ümumiyyətlə onurğasında olan fəqərələr sayı. Sonra bir dənə də arxaya qayıdan kimi yoxa çıxırsan, o dəqiqə. Yox, mən sual nədən deyir bilmədim də dedim 1, 7, 1. Sonra sən mənə denən nəyi? Ətrafları neçə barmaqlı olacaq bunların? Bunlarda dəqiqə. Ətraf nədir? Nədir ayaq? 5 dənə. Bəli, 5 barmaqlı olacaq bütün ayaqları. Tənəffüs sistemi nə idi? Tənəffüs sistemi bunlarda gəlsəmətdə. Gəlsəmət yox. Orada tənəffüs sistemi nədir? Ağciyər. Gəlsəmət su əlaqəsi yoxdur. Tamam. Qan damar sistemi? 3 kameralı ürəkdən. Tamam. Mədəcikdə?
hansı növ qan olacaq? Məncə distans növqan olacaq. Yəni, ikisi də ola bilər. Heç qarışır da. Yəni qarışıq olacaq. Sol qulaqçıqda bəs hansı növ qan olacaq? Düşünməliyəm. Sol qulaqçıqda. Sol qulaqçıqda arterial olar. Ay, sağ ol. Sağ qulaqçıqda da venöz. Ümumi ürəyin içinə baxanda deməli 3 növ nə görürəm? Qan görürəm. Bu şeydə deyirik, kan görüyorum, vahşet görüyorum. Lap ona oxşardır sənin üçün. İfrazat sistemi. Nə sistemi, ifrazat sistemi. Deməli, bunlarda ifrazat sistemində deməli böyrək, normal bir cüt böyrək. Bu qədər. Bildiyim bu qədər idi. Bir cüt böyrək olmalı. Stiyaxarları hara açılacaq? Kloker. Tamam. Başqa kim də idi deyirdik stiyaxarı qulaq açılırdı. Qurbağa. Bəli. İfrazatla cinsiyyət açılır kloker. Tamam. Bunlarda regenerasiya xüsusiyyəti varmı? Bəli. Bəli. Var idi. Maylama daxildir, xarici. Mayalama bunlarda daxil oldu. Daxil olmuşdur. Tamam. İlk dəfə beyində beyin qabığı hansı halda əmələ gəlmişdir bunlara? Sürünənlər evdən şeydi, sual tutarıydı. Sınaqda sual verdi. Rüşeym halında. Bəli, əmələ gəlmişdir. Beyin qabığı ilk dəfə rüşeym halında sürünənlərdə əmələ gəlmişdir. Bunların hansı dəstələri var? Nəyin? Sürünənlərin. Sürünənlərin deməli çoxdur. Tısbağalardır, pulcuqlardır, timsahlardır. Bir də nəsə neydi? Xortumlar idi. Hortum başlılar. Xortum başları. Tamam. Koramalın ətrafları varmı? Yox. Ayağı yox da. Ayağı yoxdur. Tamam. Koramal ilandır, yoxsa necə? Çoramal. Aysa. Amma quruluşuna görə ilana oxşuyur. Sonra zəhərli ilanın zəhərsiz ilandan fərqi nədir? Deməli, zəhərsiz ilanda başında pulcuqlar var idi. Yəni düşünüm görüm hansı idi. Zəhərsizdə belə üçbucaq formalı göstərirdilər. Daha iri idi. İdi. Zəhərsizdə amma zəhərlidə amma belə yumru bir dənə üçbucaq şey var idi. Zəhərlidə deyirəm iri idi, zəhərsizdə isə nədir? Xırda olacaq. Bir də zəhərsizdə zəhərlidə belə müxtəlif bucaqlarla idi. Tamam. Dişlərin ixtisaslaşması kimdə olub ilk dəfə? Perimdə olub, olmayına. Kimdə olub? Bunlarda olar da yəqin. Periodontlarda olub, periodontlarda. Tamam. Sısbağalarda ön ayaq neçə barmaqdır, arxa ayaq neçə barmaqdır? 5, Aha, arxa 4. tamam. Sən mənə de, sısbağada nə olmayacaq? Bayaq deyirdin. Döş qəfəs. Niyə görə olmayacaq? Yəqin ehtiyacı yoxdur. Nəyi yox idi ki, döş qəfəsi olmurdu? Burada. Nə? Bilmirəm, nəyə yox etsə. İnkişaf eləməyib də, lazım deyil. Nə gözəl. Deməm, lazım olsa olardı, yəni yox idi. Zəif inkişaf eləmişdi. Niyə? Bilmirəm, niyə. İlanda nəyə görə deyirdik döş qəfəsi yoxdur? Sısbağada nəyə görə deyirdik ki, döş qəfəsi yoxdur? Bilmirəm, yəni mən. Necə bilmirəm, bayaqdan deyirdin axı. Nəyi yəməm, nəyi deyirdim bir yaxdan. İnkişaf eləməyib də, zəif inkişaf eləyib. Deyirdik sısbağada, sısbağalarda
qabırğalar yoxdur. Qabırğa yoxdur sözü deməli, bilmirdim. İlanda da nə yoxdur deməli? Döş Nəyə görə? sümüyü yoxdur. Döş Yox. sümüyü. Tamam. Bax, birində qabırğa yoxdur deyə döş qəfəsi formalaşa bilməyib. Yəni çısbağada. İlanda isə döş sümüyü yoxdur deyə döş qəfəsi formalaşa bilməyəcək. Tamam. Əgər sən onun yadında saxlayasınsa, mən nə deyim? İnşallah qalar adamda. Tamam. O Triasın sonunda əmələ gəlməsi timsahların bunlarda 4K kameralı ürəyin əmələ gəlməsi filan. Bunun hamısını mən PDF-də qeyd eləmişəm. Oxumuşdum əslində. Hə, bəd niyə deyirsən o qədər dəqiqliyi ilə bilmirəm. Mən o qədər dəqiqliyi ilə qeyd eləmişəm axı orada. İnşallah cədvəli öyrənəndə dəqiq öyrənsin. Daha yaxşı olar ki, hər dəfə mövzunu keçdikcə elə belə təkrarladıqca 43 yazmışam mən biologiyadan. Mən sizin yerinizdə olsam mən məşğulə keçmərəm. nə yazmısan? 43. 43? Bəli, 121 kimi yazmışam. 85-də fizika idi. 84 neçəsə, 43-də biologiya, 150 balda. Sən indi gedib başqa bir müəllimin yanına gedib özünü belə bu hala qoyub sonra gəlib mənə 10 gündür çatmısan da hələ. O da ümumi deyirəm ki, mən olsam məşğulə keçmərəm. Yaxşı keçmir. Hə, indi neyniyək? Nətər eləyək? Keçməyək məşğələ deyirsən. Ona görə ümumi. Səndən imtina eləyim. Öldürsünlər səni evdən. Belə yeganə. Sual-cavabımız bu qədər. Aha, bu dua zad edirdi, şükür Allaha. Çox idi mövzu. Qutarım. 1 saat 20 dəqiqədə mənim sual cavab bilirsiniz. Testlərimiz var idi da, düzdür? Hə. Tamam o zaman. Səhvlərimə oturub özüm baxdım bir dəfə, ona görə səhvin nisbətən soruşacağım az. Olsun, tamam.